Allah insanın ürəyində, sinəsində iki ürək yaratmayıb. Bir ürək yaradıb. Çox söz var bunda. İki ürək yaratmayıb, birində bir şey istəyirsən, birində. Bu vahid bir quruluşu var, vahid hədəf üçün yaranıb. Bunun yeganə istəyi var. İnsanda iki məhəbbət ola bilməz. Biraz onu, biraz bunu olmur. Qəlb ya Allah'ı istəyir, ya öz nəfsi istəyirsən. İkisindən biridir. Allah'ı istəyirsənsə özünü ona fəda edirsən. Bir dənə də söz deyim, insan özünü sevməyə bağlanarsa, özünü sevmə qibləsinə yönələrsə, yavaş-yavaş ora gedib çıxır ki, özündən alçaq şeyə özünü fəda edir. Əslində heç özünü də istəmir sonra. Kaş bunu mən izah eləyə bilərdim. Nəsullah fəənsahum ənfusəhum. Onlar Allah'ı unutdu. Hədəf Allah idi. Unutdu, dedi, özümü sevirəm. Yavaş-yavaş bu o qədər endi ki, özünü unutdu, heç özünü də sevmədəsində. Özündən alçağa özünü fəda elədi. Kiminsə marağına özünü fəda elədi. Özündən daha rəzil şeylərə, xəyali, mövcud olmayan şeylərə özünü fəda elədi. Öz mənafeyini də unutdu. Şeytanın aldadıcı vədələri ki, öz mənafeyinə ziddir, onlara ömrünü fəda elədi. Görürsünüz Allah'ın işini. Öz nəfsi özünə qiblə qərar verərsənsə, öz mənafeyin üçün yaşayarsansa, bir yerə gəlib düşürsən ki, özünü də fəda edirsən, özünü də sevmirsən artıq, kiməsə qurban edirsən, xəyali bir şeyə. Allah bir sinədə iki qəlb yaratmayıb ki, iki yerə diqqəti yönəldəsən, iki istiqamətə yönələsən. Allah çox mehribandır. Allah çox mehribandır. İstək görsə, bizdən bir şey istəyir ki, bunu istəyək ki, mən Allah səni sevmək istəyirəm. İstək görsə, əlindən tutacaq, gətirəcək.